geniş, ətraflı bütün məsələlərlə bağlı məndən yaşda böyük olan həmkarlara böyük hörmət bəslədiyim Aydın müəllim də, hamımızın hörmət bəslədiyi Adil müəllim də öz ürək sözlərini dedilər. Mən bu Mübariz İbrahimovu qəhrəmanlığını hər zaman öz tələbələrimə, öz vətən oğullarıma həmişə çatdırıram. Ümumiyyətlə, bu anadan olduğu o zamanki Puşkin rayonu, indiki beləsi var. Mənim üçün əziz olub. Çünki mən universitetdə oxuyanda tələbə yoldaşlarımın yarı 50%-i bu rayondan oldu. Ümumiyyətlə, o rayonda həmişə belə bir rayon oldu ki, orada oxumağa cəhd çox oldu. Ona görə də bugün də həmən rayonu təmsil edən insanlar elmdə, təhsildə də, hər yerdə də öz sözlərini deyirlər. 88-ci il mən əskərliyə gedən il olub, birinci kurs qurtarıb getmişəm. Və 2010-cu ildə bu hadisələr olanda, mənim də o zaman, yəni yaşım az dördü, artıq 40 yaşım var idi o dövrdə. Arada görürdüm ki, əsəbləşirdim, deyirdim ki, Mübariz, məsələn, qəhrəmanlıq insanların ola bilər hamısında var, amma o an hər zaman özünü büruzə vermir. Biz hamımız Azərbaycanlıyıq, bizim tariximiz var, ermənin tarixi yoxdur. Bu dövlət, bu xalq həmişə qəhrəman olur. Ona görə bizdə o qəhrəmanlığı müəyyən dövrlərdə bizi hansısa birliyə qatmaqla, hardasa qatmaqla bizim bütün o qəhrəmanlığımızı məhv ediblər. Amma sübut olundu ki, Azərbaycan xalqı doğrudan da qəhrəman xalqdır. Azərbaycanın doğrudan da böyük oğlanları olur. Bu günləri hər zaman düşünürük. Biz bu qardaşı 22 yaşı var. Ben bugün atamla görüşəndə dedi, hara gedəsən, gedəsən, dedi, Mübariz yaxşı olan olur. Allah ona rəhmət eləsin, qəni. O ölməyib, yaşayır. O torpaqlarda böyüyüb, boya başa çatıb, zəhmətkeş bir ailədə idmanla məşğul olub. Mən yəni iştirak eləməmişəm onun hüzur yerində. Amma sonraki illərdə rayonlara gedəndə o tələbə yoldaşlarımla, onların ailəsinə, evindən sonradan onlara verilən evə ora baş çəkmişəm, görüşmüşük. Deputatlıq fəaliyyətim dövründə belə sonra getmişəm. Yəni Mübariz haqqında dostlarından, yoldaşlarından, onun oturub durduğu əskər yoldaşlarından bizim söhbətlərimiz olub ayrı-ayrı yas mərasimlərində, toylarda, xeyir işlərdə həmişə deyiblər ki, dəyanətli, qeyrətli, namuslu. Yəni mən düşünürəm ki, və gəncliyə də tövsiyəm odur ki, bütün gənclərimiz, bütün Azərbaycanlı evladları, oğlanlı, qızlı hamısı gərək Mübariz İbrahimovun nümunə götürsünlər. Mübariz İbrahimov kimi doğrudan da nümunəvi hərəkətlər Azərbaycan xalqının daima başını uca edir və bütün düşmənlər qarşısında göstərir ki, Azərbaycan həqiqətən də igid oğlanları olur. Mən başqa söz deyəmirəm ki, öyrənirəm. Yəni, məsələn, ola bilərdi ki, o qalardı 2020-ci ilə bəlkə də başqa rütbələrdə olardı, daha da böyük qəhrəmanlıqlar göstərərdi. Amma mən hesab edirəm ki, o ən ilkin vətən müharibəsi başlamamışdan 10 il öncə böyük qəhrəmanlığını göstərdi və sübut elədi ki, Azərbaycan xalqı öz torpağını geri alacaq, ona qadirdir. Allah, yenə deyirəm, o ulu öndərə rəhmət eləsin, varisinə də can sağlığı versin ki, axır ki, bu dövlətin başında belə bir liderlər oldu ki, bu cür qəhrəman oğlanların qanı batmadı, yəni torpaqlarımızı aldıq. Çünki bizim müharibə illərində çoxlu qohum əqrəbəmiz, mən əslən Laçınlıyam, çoxlu igid oğlanlarımız öldü, getdi, amma həmişə efslənirdi ki, hayf oldular, getdilər torpaq. Amma bunların, bu cür gənclərin, bugün burada yatan gənclərin ziyarət edəndə düşünürəm ki, bunlar elə-belə ölməyiblər. Onlar şəhid olublar və onlar həmişə yaşayırlar. Onlar bugün sevinirlər ki, biz həmən o torpaqlara gedirik, orada ateşfəşanlıq edirik, tədbirlərimizi keçiririk. Hər dəfə mən o torpaqlara gedəndə, ayağımı bastılayan torpağa salavat çevirirəm və həmişə onlara ulu tanrıdan rəhmət diləyirəm. Allah onun anasına can sağlığı versin, qardaşları var, bilirəm, ailə özləri var. Onlara Allahdan səbir diləyirəm. Onlar heç vaxtı düşünməməlidirlər ki, onların itkisi var. Onlar düşünməlidir ki, bu cür itkilər olmasaydı Azərbaycan olmazdı. Mən sizin hamınıza baş sağlığı verirəm. Biz millət olaraq fəxrlə gəzməliyik. Bizim çünki çətin dövrlərimiz olub. Biz məğlub dövlət kimi hər yerdə təbliğ olunmuşuq. Biz gedirdik ezamiyyətlərə, mən o hissləri keçirmişim. İndi mən hər yerə uca başdan gedirəm və hesab edirəm ki, bizim hardasa dövlət işində hardasa xidmətimiz olubsa,
Bu olanlar bizim torpağımızı qaytardı, verdi özümüzə. Allah onlara qəni-qəni rəhmət eləsin. Allah bizim dövlətimizi, xalqımızı, prezidentimizi, bütün insanlarımızı qorusun ki biz toplaşaq bir yerdə olaq ki bizə heç bir dövlət güc gələ bilməz. Öpürəm sizi. Ben başqa söz deyə bilmirəm. Əvvəlcədən hazırlaşa da bilmirəm. Amma Allah ona qəni-qəni rəhmət eləsin, görəndi deməsin. Sağ olun.